أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار. ربنا إنك من تدخل النار فقد أخزيته وما للظالمين من أنصار. ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا. ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة. ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد. صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والصلاة والسلام على سيدنا ونبينا أبي القاسم المصطفى محمد صلى الله عليه وآله وسلم وعلى آله الطيبين الطاهرين المعصومين. Salam əziz əhl-i beyt sevərlər, əziz möminlər. Məhərrəm ayıdır, Məhərrəm ayının birinci günüdür. Əvvəla zəmanə imamı Höccət İbn-i Həsən,
İmam-ı Zaman Əcəlallahu Teala Fərəcahu Şərifə başsağlığı veririk və siz əzizlərə də, Əhl-i Beyt sevərlərə də təsliyyət deyirik. Allah hər birimizdən bu əza günlərini qəbul eləsin, bizi İmam Hüseyndən ayrı salmasın. Həqiqətən Məhərrəm ayı digər ibadət fəsilləri kimi xüsusi bir özəlliyə sahibdir. Hətta qəribəliyi budur ki, hər birimiz o hüzün, o əzadarlıq üçün darıxırıq və bu günü gözləyirdik ki, məhz bu gün Məhərrəm ayı daxil ola, o hüzün və kədərin, əzadarlığın atmosferində olaq. Çox qəribədir. Bilirsiniz də, insan hüzün və kədərdən, əzadarlıqdan qaçır. Yəni, insan sevmir. Amma nədirsə, Əba Əbdillah Hüseyn əleyhissalamın əzadarlığı, Məhərrəm ayı bizi o əzadarlığa, o göz yaşına tələsdirir. Və gecə-gündüz məhz bu günün intizarını çəkirdik ki, Məhərrəm ayı gələ, biz Əba Əbdillah Hüseynin əzadarı olaq, İmam Hüseyndən danışaq, İmam Hüseyndən zikr-i müsibət eləyək, ona, onun məzlumiyyətinə, onun övladlarına, səhabələrinə göz yaşı tökək. Şükür, Allaha həmd olsun, bu nimət üçün Allaha nə qədər şükür eləsək azdır. Yəni, Əba Əbdillah Hüseyn və onun əzadarlığından daha üstün, daha bərəkətli nə nimət ola bilər ki? Allaha həmd olsun ki, Allah bu ildə bizə Əba Əbdillah Hüseyni dərk eləməyi, onunla yaşamağı nəsib etdi. Bugün Məhərrəm ayının ilk günüdür. Əziz Peyğəmbərimiz və Əhl-i Beyt əleyhimussalam və digər Peyğəmbərlər bu günü çox tövsiyə eləyiblər. Bugün əzadar olaq, bugün İmam Hüseynə ağlayaq. İmam Hüseynlə birgə olaq, İmam Hüseyni olaq, İmam Hüseyni yaşayaq. Bu günlər bizə çox tövsiyə olunub ki, Məhərrəm ayını özünüz üçün, öz islahınız üçün, öz tərbiyəniz üçün bu fürsəti əldən verməyin, istifadə eləyin. Mən bir neçə ayə və rəvayətlər, hədislər oxuyacağam, amma hədislə başlamaq istəyirəm mövzuya ki, Əhl-i Beyt əleyhissalam necə bu əzadarlığı, Əhl-i Beytin müsibətini yaşamağı bizə tövsiyə eləyib. Rəyyan ibn Şəbib deyir ki, İmam Rıza əleyhissalamın xidmətinə gəlmişdim. Deyir, İmam Rıza əleyhissalam mənə dedi ki, Rəyyan ibn Şəbib, bilirsən bugün hansı gündür? Bugün elə bir gündür ki, Həzrəti Zəkəriyya Peyğəmbər dua edib Allahdan övlad istədi, Allah ona Həzrəti Yəhyanı verdi. Həzrəti Zəkəriyyanın duası bu gündə müstəcab oldu. Allah onun bu gündə etdiyi duasını qəbul elədi. Sonra İmam Rıza əleyhissalam buyurdu ki, Rəyyan ibn Şəbibə, Rəyyan ibn Şəbib, Məhərrəm ayı elə bir aydır ki, İslamdan öncə cəmaət bu ayı hörmətli bir ay bilirdilər. Yəni bu ayda, Məhərrəm ayında döyüş olmazdı, müharibə olmazdı, qan tökülməzdi, zülm edilməzdi.
haram bilirdilər, hörmətli ay idi Məhərrəm ayı. Hətta müşriklər belə deyirdilər, yuharrimuna fihuzzuluma vəl-qital. Bu gündə zülm etmək, öldürmək, qətl etmək haramdır. Bu, İslamdan öncə hətta müşriklərin arasında olan bir adət-ənənə idi ki, bu ayı bu qədər hörmətlə, ehtiramla yad edirdilər. Ona görə elə bu aya Məhərrəm ayı deyilir, hörmətli ay. Yəni, Məhərrəm ayının adlanması İslamdan öncədir ki, bu ayı Məhərrəm ayı olaraq adlandırıblar. Ondan sonra İmam Rıza Aleyhisselam buyurdu ki, amma bu ay ki, kafirlər, müşriklər ölümü, müharibəni, qətli haram bilirdilər, deyirdilər olmaz, adam öldürmək, müharibə etmək, amma bu ayda Bəni Üməyyə İslam və dinin adından, diqqət eləyin, çox qəribədir. Bəni Ümməyyə İslamın adından, dinin adından istifadə edərək Əbu Abdillah Hüseynin hörmətini sındırdılar. Onu qətlə yetirdilər. Peyğəmbər nəvəsini bu hörmətli ayda ki, qan tökmək, müharibə etmək haram idi, məhz bu ayda Peyğəmbər ailəsinə zülm etdilər, cəfa etdilər. İmam Rıza Aleyhisselam sonra buyurdu ki, Yəbnə Şəbib, ey Şəbibin oğlu, in kuntə bakiyən li şeyin, əgər istəsən bir şey üçün ağlayasan, fəbki lil Hüseyin ibn Əli, Hüseyin ibn Əli üçün ağla. Bu göz yaşının dəyəri, qiyməti Əbu Abdillah Hüseyindir. Əgər bu göz yaşı Əbu Abdillah Hüseyindən başqa, ilahi dəyərlərdən başqa bir şey üçün axıdılsa, insan o göz yaşına zülm etmişdi. O göz yaşı öz sahibinə, öz dəyərinə çatmamışdı. O göz yaşını layiqincə öhdəsindən gəlməmsən. Ona görə İmam Rıza Aleyhisselam buyurur ki, fəbki lil Hüseyin ibn Əli, əgər istəsən bir şey üçün ağlayasan, bu göz yaşı yalnız və yalnız Əbu Abdillah ilə Hüseyin üçün axıdılmalıdır. Sonra İmam Rıza Aleyhisselam çox qəribə bir söz deyir. Görün, İmam Hüseyin Aleyhisselam nə qədər əzizdir. Nə qədər əzizdir. Sonra buyurur ki, öz əzizin üçün ağlama. İstəsən ağlayasan, bizim Hüseynimiz üçün ağla. Bizim cəddimiz Hüseyin üçün ağla. Bu göz yaşının qiyməti Hüseyindir. Bu göz yaşını dəyərsiz, qiymətsiz şeylərə satma. Bu göz yaşını dəyərə, qiymətə mindirən Əbu Abdillah Hüseynin məzlumiyyətidir. Ona ağlamaqdır. Əzizlər, diqqət eləyin, biz nə üçün Məhərrəm ayında bu qədər canfişanlıq eləyirik, bu qədər bu əzadarlığa can atırıq, əzadarlığı sevirik, İmam Hüseyni sevirik. Baxın, insan Əhl-i Beytə mərifət əldə etdiyi qədər bəndəçilik ruhiyyəsinə bürünə bilir. Sən nə qədər Əhl-i Beytə münasibətin, məhəbbətin, mərifətin artsa, bir o qədər Allah yanında sənin kimliyin əvəz olunur. Həqiqi kimliyə çevrilirsən. Yəni, Allahın istədiyi bir kimliyə sahib olursan. Ona görə Əhl-i Beytin məhəbbəti, onlara itaət, onlara təslimiyyət vacibdir. Allah özü ona doğru seyrin yolunu, Allaha doğru seyr eləmək, Allaha doğru getmək, Allaha doğru hərəkət etməyin yolunu Allah Teala Əhl-i Beyt əleyhissalamın itaət və təslimiyyətində qərar verib. Allah öz sistemini bunların üzərində qurub. Yəni, bunlarsız, Əhl-i Beytsiz bəndəçilik qeyri-mümkündür. Yəni,
Əhl-i beytsiz qeyri-mümkündür bu mənadakı kamil varlıqlar olmadan insan doğru, dürüst bəndəçilik edə bilməz Allaha. Hər hansısa bir mənəvi zirvəni qət eləmək istəyiriksə, gərək bizim həyatımızda o kamil varlıqlar olsun. Onlar olmadan qeyri-mümkündür. Allaha bəndə olmaq üçün gərək bu ilahi övliyaları sevəsən, onlara məhəbbət bəsləyəsən və onlara itaət edəsən ki, Allaha layiqli bəndə ola biləsən. Ona görə Quran və hədislər məhz Əhl-i Beyt əleyhimussalamın üzərində dayanır, keçmir. Elə təkidlə məhz Əhl-i Beyti bizə Allah tapşırır. Onlara itaət eləmək, onları sevmək. Niyə? Çünki onlar insanı bir yerə çatdıra bilər. Çünki onlar Allaha gedən yolun vasitəçiləridir. Onlar bizi Allaha çatdıra bilər. Mən bir neçə ayə oxuyacağam, məsələni biraz da ayələrin üzərində təhlil eləyəcəm. Baxın, Quran-ı Kərimdə Allah Teala əgər diqqət eləsək, insanı yaradılışın ən şərafətli məxluqu hesab eləyir. Ki, insan yaradılışın ən dəyərli, ən qibdə olunacaq yaradılışıdır. Ona görə mütəal Allah İsra surəsinin 70-ci ayəsində buyurur ki, وَلَقَدْ كَرَّمْنَا بَنِي Adəm. Biz şübhəsiz Bəni Adəm övladlarını kəramətli etdik. Yaxşı, bu ayəni təfsir eləyirlər ki, fəzilətli və fəzzəlnə Bəni Adəm övladlarını fəzilətli etdik. İnsan bu kəramətə, bu fəzilətə necə çatmalıdır? Yolu nədir? Allah ki deyir, mən Adəm övladlarını kəramətli etdim, fəzilətli etdim. Deməli, bu kəraməti, fəziləti, şərafəti insan qazanmalıdır, kəsbidir. Bunu qazanmaq üçün gərək kəramətli və fəzilətli, şərafətli məxluqlarla yol yoldaş olasan. Əba Əbdillahül-Hüseyn kəramətin, fəzilətin, şərafətin məhzəridir, özüdür, məzhəridir. O ulqudur, nümunədir bizim həyatımızda. Əgər istəyiriksə kəramətli olaq, şərafətli olaq, fəzilətli olaq, gərək Əba Əbdillahül-Hüseyn bizim həyatımızın ulqu yerinə çevrilsin. O bizim həyatımızın nümunəsi olsun. Daim onu izləyək. Ona görə biz Kərbəla məhərrəmlik məclislərini bu qədər sevirik. Çünki Əba Əbdillahül-Hüseynin məktəbi, Kərbəla vaqiəsi bu dəyərlərə çatmağı bizə başa salır. Bizə yol göstərir. Başqa ayədə Allah Teala buyurur ki, وَإِنَّهُمْ عِنْدَنَا لَمِنَ الْمُسْتَفَيْنَ الْأَخْيَارِ Sad surəsinin 47-ci ayəsində. Allah Teala buyurur ki, həqiqətən onlar dərgahımızda seçilmiş ən xeyirli kimsələrdəndirlər. Allah dərgahında seçilmiş, müqərrəb kimlərdir? Məhz Əhl-i Beyt əleyhissalamdır. Əhl-i Beyt əleyhissalam elə bir ömür səhifəsi sürüblər ki, elə bir Allaha bəndəçilik eləyiblər ki, Allah onları seçib, bəndələr içində Allahın seçmiş müqərrəb bəndələridir. Ona görə Allah Teala hər adamı bizim üçün həyatımızda ülgü qərar vermir, nümunə qərar vermir. Elə kamil varlıqları bizim həyatımızda ülgü və nümunə qərar verir ki, onlar bizim həyatımızda, əməl və rəftarlarımızda, ruhiyyəmizdə təsir qoya bilir. Bizim kimliyimizi dəyişə bilir.
Allahın bu seçdiyi, fəzilətli qərar verdiyi bu iki ayədə oxuduğum fəzilətləri, kəramətləri bəxş etdiyi kamil və məsum kəslərdən biri məhz Əbu Abdillah Hüseyn əleyhissalamdır. İnsan Əbu Abdillah Hüseyn əleyhissalamın həyatını araşdıranda, onun həyatına baxanda, eşidəndə, öyrənəndə insan Əbu Abdillah Hüseyn əleyhissalamın tərbiyə mexanizmasının altına girir. Artıq Əbu Abdillah Hüseyn onun təlim tərbiyəsi ilə məşğul olur. Hüseyn onun qəlbini fəth eləyir. Və ona görə biz həyyə ələl-əza, həyyə ələl-buqa, tələsin əzaya, tələsin ağlamağa, ona görə biz belə bir imamın əzasına, məclislərinə tələsirik, qaçırıq. Ona ağlamağı can atırıq. Ağlaya bilməyəndə özümüzü danlayırıq. Özümüz özümüzdən xəcalət çəkirik ki, nə oldu mən Əbu Abdillah Hüseyn üçün ağlaya bilmirəm. Yoxsa Hüseyn bu qəlbdən çıxıb, yoxsa Hüseyn bu qəlbimdən xaric olub. Bütün bəşəriyyət İmam Hüseyn əleyhissalamı öz yaşamlarında gərək ülqü qərar versin. Çünki İmam Hüseyn əleyhissalamın fəzilətləri tükənməzdir. İndi biz bir 10 gündə Əbu Abdillah Hüseynin Kərbəla dərsliklərindən danışacağıq, onun fəzilətlərindən danışacağıq, onun Allaha olan bəndəçiliyindən danışacağıq. Neyniyək ki, 10 gündür, 10 gün danışa bilirik. Amma Əbu Abdillah Hüseyn bitməz, tükənməz bir məktəbdir, əqidədir. Nə qədər danışsam bitməz, qutarmaz. İmam Hüseyn əleyhissalam izzət və iftixar mənbəyidir, şücaət mənbəyidir. O bəndəçiliyin zirvəsidir. Gərək Əbu Abdillah Hüseynlə birgə olasan. Gərək Əbu Abdillah Hüseynlə birgə olasan. İstəmirsən zirvəni qət eləyəsən. İstəmirsən izzətli, iftixarlı, şücaətli, təqvalı ömrün olsun, Allaha bəndəçilik eləyəsən. Onun yolu Əbu Abdillah Hüseyndir. Hüseyni izlə, Hüseynin dalıca qaç. Hüseynlə ol. Hüseynlə ol. Hüseynlə olmaq Allah rənginə boyanmaqdır. Allah nə buyurur? Buyurur ki, ən gözəl rəng sibğətullahdır, Allah rənginə boyanmaqdır. Elə isə Allah rənginə boyanın. Əhl-i Beyt əleyhimussalam, xüsusən ki, bugün danışırıq Əbu Abdillah Hüseyndən, Əbu Abdillah Hüseyn Allah rənginə boyanan kamil varlıqdır. İstəmirsən Allah rənginə boyanasan, bu gecələri, bu məhərrəmi qənimət bil. Həzrət Peyğəmbərin dili ilə mən istəyirəm Əbu Abdillah Hüseynin varlığını siz əzizlər üçün, möminlər üçün, əzadarlar üçün söyləyim. Əziz Peyğəmbərimiz buyurur, Hüseyn minni və ənə min Hüseyn. Allahu Ekber. Bilmirəm bu hədisin nə qədər fərqindəsiz ki, əziz Peyğəmbərimiz buyurur ki, məhşur hədisdir. Bütün mənbələrdə bu hədis təsdiqini tapır. Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allahu Ekber. Hüseyn yəni Peyğəmbərin varlığıdır. Hüseyn Peyğəmbərin nəfəsidir. Peyğəmbər belə bir varlığı bundan daha artıq necə vəsf eləməlidir ki, deyir, Hüseyn məndəndir, Hüseyn mənim canımın parəsidir. Hüseyn mənim canımdır, varlığımdır. Kim Hüseyni sevsə, məni sevəcək. Kim Hüseynə düşmən olsa, mənə düşmən olacaq. Əziz Peyğəmbərimiz
Əbu Abdillah el-Hüseyni öz varlığı bilir. Çox təəssüf ki, bəziləri bu hədisi çox avam şəkildə təhlil edirlər. Ki, Əbu Abdillah el-Hüseyn Həzrəti Zəhranın övladıdır. Həzrəti Zəhra da Peyğəmbərin qızıdır. İmam Hüseyn də Peyğəmbərin nəvəsi olduğuna görə baba-nəvə münasibətidir. Vay olsun sizə. Yəni, bu qədər Peyğəmbərin şəxsiyyətini siz alçaldırsınız. Quran demir ki, Peyğəmbərin hər bir sözü vəhyə söykənir. Peyğəmbər hava həvəsindən söz deməz, yuha iləy, ona vəhy olunar və o da Allahın vəhy elədiyini çatdırar. Peyğəmbər əgər Hüseyni öz varlığı bilirsə, bu vəhyə söykənir. Çünki Allah Hüseyni sevir. Allah Hüseyni sevdiyinə görə Peyğəmbər də onu öz varlığı bilir, onu sevir. İmam Hüseyn əleyhissalam Allah dərgahında elə bir məqama sahibdir, elə bir rütbəyə sahibdir ki, o seviləsi bir məxluqdur. Onu sevməlisən. Çünki o sənin səadət və qurtuluş mənbəyindir. Susuz bir insan ola səhrada. O suya olan ehtiyacı nə qədər olar? Məsələn, təsəvvür elə bir neçə gündür susuzdur. Elə ayna qaçır, bayna qaçır. Su axtarır. Niyə? Su onun həyat mənbəyidir. O sudan içsə, nicat tapacaq, qurtulacaq, ölümdən nicat tapacaq. Əbu Abdillah el-Hüseyn əleyhissalam özünə dəyər verən, öz kimliyinin qeydinə qalan, Allaha bəndə olmaq istəyənin hər bir fərdin qurtuluş mənbəyidir. Hüseyndən gərək nəfəs alasan, Hüseyndən gərək həm yoldaş olasan, onun rənginə boyanasan ki, səadətə və qurtuluşa çatasan. Çünki onun sevgisində insanın qəlbi, ruhu dəyişir. Hüseyn bizim ruhumuzun ehtiyacıdır. Hüseyn bizim ruhumuzun ehtiyacıdır. Allah fitrətən, əqlən bizi Hüseynə dəvət edir. Allahın xitabı budur ki, ey mənim bəndələrim, sizin üçün elə bir imam təyin eləmişəm ki, o sizin ruhunuzun ehtiyacıdır. O sizin fitrətinizin cavabıdır, Hüseyn ibn Əli. Bir ayı oxuyum. Mütəala Allah buyurur, Şura surəsinin 23-cü ayəsində. Zəlikəl-ləzi yubəşşirullahu ibaduhullezina amanu. Allaha iman gətirib yaxşı iş görənlərə bəşarət ver. Onlar ki, Allaha iman gətirib yaxşı işlər görürlər, onlara bəşarət ver. Çünki iman gətirib yaxşı iş görənlərin ehtiyacıdır Hüseyn. İman gətirməyən, yaxşı iş görməyənin ruhiyyəsinə təzaddır Hüseyn ibn Əli. Onun ruhuna hopbur. Ona görə bəziləri ki, Əbu Abdillah Hüseyndən, Əhl-i Beytlə düşmənçilik eləyir, onun əzadarlarından düşmənçilik eləyir, onun məclislərindən düşmənçilik eləyir. Çünki onlar iman gətirməyib və yaxşı əməl görənlərdir. Yaxşı əməl, təfsirdə alimlər buyurur ki, yaxşı əməl yəni Əhl-i Beytə məhəbbət, Əhl-i Beyti sevmək. Yaxşı əməl yəni o. Yaxşı əməlin özü olardı. Ardıca buyurur, və amilus salihat. Onlar yaxşı əməllər görərlər, xeyir əməllər yerinə yedir. Qul, ardıca Allah nə buyurur? De, lə əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurbə. Mən öz risalətimin müqabilində, peyğəmbərliyimin müqabilində, buna qayıtmıram, peyğəmbər nə qədər əzab-əziyyət çəkdi öz ümməti üçün, onların hidayəti üçün. Allah Peyğəmbərə deyir ki, onlara denən, o iman gətirən, yaxşı işlər görənlərə denən,
mən bu peyğəmbərliyimin, risalətimin müqabilində sizdən heç bir muzd, əvəz, əcr istəmirəm. Yalnız və yalnız sizdən istəyim budur. İlləl məvəddətə fil qurbə. Mənim əhl-i beytimi sevin. Çünki bunlar seviləsidir. Bunlar seviləsi varlıqlardır. Bunları sevsəz, həyatdan ləzzət alasınız. Bunları sevsəz, Allaha yaxşı bəndəçilik eləyəcəksiniz. Bunları sevsəz, ömrünüz, həyatınız daha keyfiyyətli olacaq. Əhl-i Beyt əleyhissalam istəyir bizi daha ləzzətli, daha keyfiyyətli həyat sürməyi əta eləsinlər. Baxın, çox qəribədir. Bilirsiniz də, Peyğəmbərin istəyi və o insanlardan istəyi yalnız bu olub. Allaha itaət eləyin. Ətiullah. Peyğəmbərin işi bu olub. Yalnız və yalnız Allaha dəvət eləyib. Allaha itaətə dəvət eləyib. Görün bu məsələ nə qədər ciddi məsələdir. Əhl-i Beyt sevgisi. Nə qədər ciddi məsələdir ki, Əhl-i Beytin sevgi və itaəti Allahla yanaşıdır. Peyğəmbərin sevgi və itaətinlə yanaşıdır. Furqan surəsinin 57-ci ayəsində buyurur ki, Allah Teala, mən sizdən ancaq Rəbbinə tərəf doğru yol tapmaq diləyən kimsələr istəyirəm. Deməli, bizi Allaha doğru, düzgün yola, hidayət yoluna dəvət edən insanları Peyğəmbər dua edir ki, sizin həyatınızda elə insanlar istəyirəm. Əhl-i Beyt əleyhissalam gəlir, bizim əlimizdən yapışır. Mən istəyirəm biraz məsələni daha da şəffaf siz əzizlərlə bölüşüm. Yenə də bunu hədislə izah eləyəcəm. Hədisdə nə buyurur? Hədisdə buyurur, mən əradəllahu bihil xeyrə. Əgər Allah istəsə, iradə eləsə, bir bəndəsinə xeyir yetirsin, xeyir versin, qazəfə fi qalbihi hubbəl Hüseyni və ziyarətihi. Çox dəhşətli bir hədisdir. Allah kimin xeyrini istəsə, onun qəlbinə Hüseyn və onun ziyarət etmək sevgisini salar. İlahi, sən demə xeyrin, o yetişəcəyimiz xeyir Əbu Abdillah Hüseynə məhəbbətdə yatıb. İstəmirsən Allahın xeyri və bərəkəti sənə nazil olsun. İmam Hüseyni sev. İmam Hüseynə məhəbbət bəslə. Onun ziyarətini etmək şövqündə, eşqində alışyan. Can at. Bu hədisə çox diqqət eləyin, əziz möminlər. Allah sən demə öz xeyir və bərəkətini hər iki dünyada Əhl-i Beytə məhəbbətdə qərar verib, onların ziyarətində qərar verib. Həzrət Peyğəmbər bir çox hədislərdə Əhl-i Beytini sevməyi bizə tövsiyə eləyir. Əhl-i Beytə məhəbbət bəsləməyi bizə tövsiyə eləyir. Həzrəti Məhdi Əccəlallahu Teala fərəcəhü şərif buyurur və salli aləl Hüseyn ibn Aliyin imamil müminin və varisil mürsəlin və hüccət Rabbil aləmin. Buyurur ki, Hüseyn ibn Ali möminlərin imamına, mürsəl peyğəmbərlərin varisinə və aləmlərin Rəbbinin hüccətinə salam və salavat olsun. Həzrəti Məhdi Əccəlallahu Teala fərəcəhü şərif bu hədisdə 3 məsələni qeyd eləyir ki, İmam Hüseynin xüsusiyyətinə toxunur. Birinci İmam Hüseynin xüsusiyyəti ki, möminlərin imamıdır. Həqiqi iman əhlinin imamı Hüseyn ibn Əlidir.
Əgər sən həqiqi iman gətirmisənsə, sənin rəhbərin, imamın Hüseyn ibn Əli olmalıdır. İkinci xüsusiyyəti, bu imam elə bir imamdır ki, mürsəl peyğəmbərlərin elminin varisidir. O mürsəl peyğəmbərlərin varisidir. Üçüncü xüsusiyyəti, aləmlərin Rəbbinin hüccətidir, imamıdır. İmamıdır. İmam məfhumu. Allaha həmd olsun ki, Şiə məktəbində imamı olduğu kimi bizə başa sala bilirlər. İmam, yəni sərkərdə deyil, qılınc vuran deyil. Bəziləri niyə Əhl-i Beytdən Qədrxum hadisəsini unutdular? Çünki əlini elədilər bir sərkərdə, qılınc vuran, döyüşçü, pəhləvan. Peyğəmbərin dostuydu. İmamı bu cür izah elədilər. Bu cür imamət məsələsinə qeyd gətirdilər. Çox dəyaz, çox cılız. İmam Hüseyin əleyhissalamdan nəql olunur ki, Peyğəmbər Əkrəmin otağına daxil oldum. Deyir, daxil oldum, gördüm Übey ibn Kəb də Həzrəti Peyğəmbərin hüzurundadır, əyləşib. Çox xahiş edirəm, bu hədisə çox diqqətlə qulaq asın. Həzrət Peyğəmbər Əkrəm buyurdu ki, fəqalə li Rəsulillahi mərhəbən bikə ya Əbə Abdillah. Deyir, Übey ibn Kəb deyir ki, o ki, Əbu Abdillah Hüseyin daxil oldu otağa. Əziz Peyğəmbərimiz buyurdu ki, ey Əbu Abdillah, xoş gəlibsən. Xoş gəlibsən. Ya Zeynəs səmavati vəl ərz. Ey göylərin və yerin zinəti. Allahu Əkbər. Hüseyin ibn Əli göylərin və yerin zinətidir. Qalə ləhu Ubeyyun. Deyir, Übey ibn Kəb dedi ki, və keyfə yəkunu yəbnə Rəsulillah zeynüs səmavati vəl ərzinə əhədun qeyrük. Ya Rəsulallah, məgər səndən başqa göylərin və yerin zinəti var, ola bilər? Qal, Ubeyyu vəlləzi bə'asənə bil-haqq nəbiyyən innəl Hüseyin ibn Əliyin fis-səmai əkbəru minhu fil-ərz. Və innəhu la məktubun ən yəmini ərşillahi əzzə və cəl misbahul hudan və səfinətun nəcah. Əziz Peyğəmbərimiz buyurdu ki, Übey, and olsun məni Peyğəmbərliyə seçən Allaha. Peyğəmbər kimi əzəmətli bir şəxsiyyət Allaha and içir, şəhadət gətirir. Dedi ki, and olsun məni seçən Allaha ki, Hüseynin göydə olan məqamı yerdə olan məqamından daha üstündür. Yer əhli Hüseyni tanımadı. Amma göydəkilər Hüseyni çox yaxşı tanıyır. Bilirlər Hüseyin ibn Əli kimdir? Hansı kimliyə sahibdir? Ardıca buyurdu ki, həqiqətən ərşin sağ tərəfində yazılıb. Ərşin sağ tərəfində yazılıb ki, misbahul huda və səfinətun nicah. Hüseyin hidayət çırağı və nicat gəmisidir. Hüseyin nicat çırağı. Hüseyin hidayət çırağı və nicat gəmisidir. Siz çırağın xüsusiyyəti nədir? İnsan qaranlıq bir yerdə yolu tapmaq üçün işıq salar. Hüseyin ibn Əli bizim Allaha doğru gedən hidayət yolumuzda çıraqdır. O nicat gəmisidir. Kim onun gəmisinə daxil olsa, minsə, nicat tapacaq, qurtulacaq.
Amma kim Hüseyndən üz çevirsə, kim Hüseyndən uzağa düşsə, zəlalətdə olacaq. Hüseyn ibn Əli hadidir, hidayət edəndir. İnsanların qurtuluş mənbəyidir. Hüseyn ibn Əli Kərbalaya gəldi ki, insanları səadətə çatdırsın, insanları xoşbəxt eləsin. Amma bu Hüseyn ibn Əlini tək və məzlum qoydular. Mən istəyərəm bugün ki, Məhərrəm ayının 1-ci günüdür, İmam Hüseyn əleyhissalamın ürəyi qan ağladı. Bilirsiniz də, İmam Hüseyn əleyhissalam 1-ci Kufiyə səfir göndərdi. O səfirin adı Müslüm ibn Əqil idi. Məzlum Əqil. Neçə min məktub yazdılar. Müslüm ibn Əqil getdi Kufiyə. O əziyyətlə, o çətinliklə, məxfi, gizlin şəkildə. Amma axırda o toplum, o cəm, o minlərlə insan Müslümü tək qoydular. Müslüm tək qaldı. Öz ağası, sərvəri Əbu Abdillah Hüseyin kimi tək qaldı. Müslümün bir dənə dərdi var idi. Bir dənə qəlbində bir miskin var idi ki, mən necə eləyim Əbu Abdillah Hüseynə xəbər göndərib ki, gəlmə. Bunlar hamısı yalancı çıxdı. Bunlar hamısı əhdinə vəfa eləmədi. Hüseyncan gəlmə. Kimə məktub verirdi? Aparıb onu İbn Ziyada yetirirdilər. Amma o Müslümü, o məzlumu gətirdilər Darül İbariyə. Çox susuzlamışdı, tək döyüşürdü. Ciyəri yanırdı susuzdan. Dedi, mənə bir qab su verin içim. O sudan içə bilmədi. Burnundan bir qətrə qan töküldü o qaba. İçə bilmədi. Və onu imarədən atdılar, aşağı şəhid elədilər. Amma o susuzluğa, o şəhadətə, o cismi əziyyətlərə Müslümün heç zərrə qədər olsun narahatçılığı yox idi. Onun bir dənə dərdi, müşkülü buydu ki, Hüseynə xəbər göndərmişəm, gəl. O gəlir, amma o gözlədiyi kimi deyil. O yazılan minlərlə məktublar hamısı fasik, zülmkar insanlardır. Özdə Hüseyn ibn Əli tək gəlmir, 6 aylıq Əsxər, Səkinə, Rüqəyyə, xanım Zeynəb. Xurşud Bani çox gözəl qeyd edir, deyir, Müslüm heç nə deyə bilmədi, vəsf edir də, qələmə çəkir. Deyir, söylə Hüseynə, ey Səba, kər bu bəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, dərd bəlaya gəlməsin. Söylə ginən gətirməsin Kufəyə nazlı Əkbəri. Zülm ilə qanına batar türrəyi müşki əmbəri. Bəlkə firəngə tək apar cümləyi ali heydəri. Zibh-i əzim üçün bugün kuh-i minaya gəlməsin. Bu beyti çox adamın ürəyi yandırır. Gəlməyə yoxdur fürsətim.
Müslüm deyir, mən sənə çata bilmədim, gəlib deyə bilmədim sənə. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Öldürəcəkdi Müslümü Kufədə firqeyi zülam. Əbəlfəzin uzun qolu görmə rəva ola qələm. Bacıların ayaq yalın dəşdi bəlaya gəlməsin. Amma gəldi, İmam Hüseyin salam gəldi Kərbəlaya. Kərbəlaya gələndə yolda Müslüm ibn Əqilin şəhadət xəbərini Əbu Abdillah Hüseynə çatdırdılar. Ağa elə çəkildi, qıraqda ağladı. Müslümə fövqəladə İmam Hüseynin məhəbbəti var idi. Elə ona görə tək Müslümü göndərmişdi. İmam Hüseyin salam ağladı. Müslümün o yetimi də yanındaydı Əbu Abdillah Hüseynin Kərbəlada. Qızı, o balaca körpə qızı. Əbu Abdillah Hüseyin yaxınlaşdı o qıza. Əlin çəkdi başına, nəvaziş elədi. Bunlar da hamısı mərifətli övladlardır. Deyir, başını qaldırdı o balaca körpə qız, baxdı Əbu Abdillah Hüseynə dedi, ağacan, imam-i, mənim imamım, yoxsa məndə yetim olur. Bu nəvaziş, yetim nəvazişidir. Əbu Abdillah Hüseyin dedi ki, qızın, daha bundan sonra sənin ata əvəzin mənəm, Hüseyin ibn Əli. Ya Əbu Abdillah Hüseyin, ya Əbu Abdillah Hüseyin. Hədis var ki, buyurur, Ləv kanəl həyau surətən ləkanəl Hüseyin. Əgər həyanı istəsən, bir nəqqaşlıq edəsən, ona bir surət verəsən, o həya olar Əbu Abdillah Hüseyin. Hüseyin olar o həya. Yaxşı, Əbu Abdillah Hüseynin həyası necə bir həyalı imam idi? Baxın, o elə bir imam idi ki, Kərbəlada düşmən tərəf susuzluğundan yanırdı. İmam Hüseyin salam əmr elədi, özü də bircə-bircə o düşmənlərin hər birinə su verdi. Onların susuzluğunu yatızdırdı. Və İmam Hüseyin salamın həyası buydu ki, İmam Hüseyin salam Kərbəlada döyüşürdü və gəlirdi xeymələrin ətrafında, başına fırlanırdı, əhli əyala, məhrəmlərə baxırdı, qayıdırdı. İmam Zaman məni bağışlasın. Deyir, İmam Hüseyin salam gəldi xeymənin yanına, icazə vermirdi xanımlardan biri çıxsın xeymədən. Bu qədər İmam Hüseyin həyalı idi və onları həyalı yetişdirmişdi. Xanım Zeynəbi çağırdı. Dedi, bacıcan, mənə bir köhnə köynək ver. Xanım Zeynəbdən o köynəyi aldı. O köynəyi parça-parça elədi. Hər yerindən kəsdi. Sonra geyindi əyninə. Xanım Zeynəb dedi, Hüseyincan, niyə belə elədin? Həm də xanım Zeynəb başa düşdü. Dedi, bacıcan, düşmən qarət eləyəcək məni. İstəyirəm ki, bədənim görsənməsin. O bədənimdəki köhnə, cırıq libası görüb onu əynimdən çıxartmasınlar. Sonra dedi, əmməm Zeynəb, bacı Zeynəb. O ki, xanım Zeynəb müəyyən bir yerə gəldi. Əbu Abdillah Hüseyin dedi ki, əmməm Zeynəb, qayıt xeymiyə. Nə badə düşmən səsini işdə, nə badə mənim şəhadətimdə səsini ucaldasan, nə qədər ki, mən sağam, xeymələrdən çölə çıxmam. İcazə vermədi. O balaca qız da İmam Hüseyin salam gedəndə düşdü Əbu Abdillah Hüseynin dalıca. İmam Hüseyin salam onu da sakitləşdirdi. Apardı xeymiyə qoydu. Dedi, qızım otur xeymədə. Amma bu xeymələrlə, bu əhli əyalla necə rəftar elədilər? Bu uşaqlarla, bu qadınlarla necə elədilər?
Hələ İmam Hüseyin salam canını tapşırmamışdı. Gördü ki, düşmən xeymələrə hücum eləyir. Xeymələrə od vurur. İmam Hüseyin salam dedi, dininiz yoxdursa, heç olmasa kişiliyiniz olsun. Görmürsünüz, Hüseyin hələ ölməyib. Mən görə mənim əhli əyalıma, məhrəmlərimə hücum çəkirsiniz. O ki, xeymələrə hücum çəkdilər. Deyir, xanım Zeynəb gəldi İmam Səccadın xeyməsinə. İmam Səccad xəstə idi. Dedi, ey mənim imamım, ey mənim qardaşım, neyniyək? İmam Səccad buyurdu ki, əl-fərar. Zeynəb can, dağılışın, pərakəndə olun, səpələşin bu çözlüyə. Hərəniz bir yerə qaçın. Hərəniz bir yerə qaçın. Ondan sonra xanım Zeynəb o ki, əsirləri gətirdilər. Əsirləri də çox pis gətirdilər. Dəvələrə mindirdilər, yəhərsiz dəvələrə. O xanımları, o uşaqları, ayaqlarına, qollarına, boyunlarına zəncir vurdular. Ayaqlarından qan axa-axa, qollarından, boğazlarından qan axa-axa gəldilər Yezidin sarayına. Əvvəl tanımadılar, dedilər, belə təqdim eləmişdilər, xaricilərdir, dindən çıxanlardır. Amma o ki, gətirdilər xanım Zeynəbi, İmam Səccadı, o uşaqları, əhli əyalı Yezidin sarayına. Xanım Zeynəb belə dedi, Əminəl ədli yəvnət tüləqa, bu ədalətdəndir. Yezdə dedi ki, bu ədalətdən ki, sənin qadınların təxturükə, hərarükə və imaəkə və səvqükə bənati Rəsulillahi sədəyən. Bu ədalətdəndirmi ki, sənin qadın və uşaqların pərdə arxasında ola, naməhrəmlər görməyə. Amma Peyğəmbər ailəsi, Hüseyin ibn Əlinin məhrəmləri qala naməhrəmlərin gözü önündə. Ona görə İmam Səccad buyurur ki, dedilər İmam Səccada, Ağacan Kərbəlanın hansı səhnəsi sizin üçün ağır oldu? Burada əşşam, əşşam, əşşam. 3 dəfə dedi, Şam, Şam, Şam bizim üçün çox çətin oldu. Və lənətullahu aləl qovmiz zalimin. Yetişdədə Fatimə balası, sinəsi suzan can verir Müslüm. Olub bu şəhri qürbətdən, qanına gəlsən can verir Müslüm. Hüseyin gəlmə Kufiyə sari, vururlar gəmsilə qızları. Kufiyə gəlməm, Kufiyə gəlməm, Kufiyə gəlməm, Kufiyə gəlməm. Səni dəvət eyləyənlər ağam, sındırıb əl-ayan əhd o peymani. Səfirim bu bi-vəfa millət, tək qoyub indi qəsd edib canin. Əmoğlum Mərcanənin oğlu, cəhd edib zülmü ilə tökə qanin. Əsər qoydu xəd'i üdvan, can sənə qurban,
can verir Müslim. Hüseyin gelme Kufiye sari, vururlar gemsiyle kızları. Kufiye gelme, Kufiye gelme, Kufiye gelme, Kufiye gelme. Bu ehli Kufe egerçi yazıb 12.000 name Hüseyin gelme. Ziyadın oğlu tökübdü senin, qətl və bərnamə Hüseyin gəlmə. Səfirin ahı kimi duvan, burada saldı damə Hüseyin gəlmə. Diyar-ı qürbətdə göz yaşlı, xəstə və ətşan, can verir Müslüm. Kufiye gelme, Kufiye gelme. Qəsəm verirəm mən səni caney, Həzrəti Zəhra Kufiye gelme. Yolun gözleri Şeyh-Xuban, kan tökənə da Kufiye gelme. Şüreyh Gazi edib hükm, qətl-i imza Kufiye gelme. Olubdi bu şəhri qürbətdən, qanına qəltan, can verir Müslüm. Hüseyin gelme Kufiye sari, vururlar gemsiyle kızları. Kufiye gelme, Kufiye gelme. Senin eşkünde qiyam eylib, şəhri aşubə təntənə saldım. Bu yolda mən hər bəlan Hüseyin, iftixar ilə canimə aldım. Aman verdi xanəsində mənə, şirzən toğa bildi tək qaldım. Gəlibdi peyki əcəl aman, vermir heç aman, can verir Müslüm. Hüseyin gelme Kufiye sari, vurarlar gemsiyle kızları. Kufiye gelme, Kufiye gelme. Elə cəngələdi Həzrəti Müslüman, elə şücaət görsətdi hilə Həzrəti Müslimi. Hileyliyim qollarım bağladılar, yaralı peykerin salım at üstüne getirdiler. Görüp Ziyad oğlu var, əcəb cəlazı Müslümü.
Hazreti getirdiler İbn Ziyad Melun'un sarayına, huzuruna. Salam vermedi ağa, gelibdir Geyza İbn Ziyad. Dedi ne kadri var gurur o iddiası Müslümün. Ağa salam vermedi İbn Ziyad'a. Soruştu vermedin neden selam emir Küfiye. Buyurdu yoktu zalimem, selam-ı selası Müslümüm. Zamanı iki cengeliyende Hazreti Müslüm ağanın dodağı yaralanmıştı kılınç yarəsinden. İbn Ziyad Mel'un'a belə cavab verəndə elindeki çub ile o yaranın üstüne bir zerbe vurdu. Gelibdi Geyze bütperest emir, elinde çub bedest. Görübdi zərbə tazədən qılınc yarası Müslümün. Elə ki o çubu vurdu Müslümün ağzının üstüne, o yaralı dodağından kan doldu dişlerine. Eyvay məzlum ağaya. Yaranın üstü taze değen de yara cedin olur. Ama himayet etti Rabbim mazebazı Müslümüm. Allah hiç yazı garip eləməsin, düşmən elində adamsız qalmasın heç kəs. Qəribələr qəribi oxşasa ürək kebab olar. Olubdu xari məclis o həyəm, oxşamaz Müslümüm. Hüseyin karivanın deyin əgəlli gəlməsin. Yaxınlaşır bu şəhr-üzən şəhər vilası Müslümün. Görüblər gətirə qan töküldü nabidandan. Gətirdilər sarayın üstündən, İstəyirlər Müslümü o hündür yerden atalar yere. Üzün dolandırdı İmam Hüseyin gelen tarafa. Hüseyin karivanını düğüne gelmez. Üzün dolandırıp İmam Hüseyin gelen tarafa. Sen gelme Küfeliler ehde vefa eylemediler ağacım. İle mezlumane şehit elediler Hazreti Müslüm'i. Evvel başım bedeninden ayırdılar İmam-ı Zaman ağam beni bağışlaşın. O cansız bedeni hündür yerden attılar yere. Gariban adamsız ağa hayal etme bir nefer gelibdi okşasın onu. Yine gelibdi mizibani baheyaz Müslümün.
hiç yası yok idi. O cenazeni defneyle okşayıp ağlıyor. Yine o tuğa hanım geldi. O hanım ki Hazreti bir gece evinde konak saklamıştı. O heyalı hanım, o mümine hanım, o ana geldi Hazreti Müslim'i okşayıp ağladı. Yana yana dene ya Hüseyin. Elə Həzrət-i Müslümün dilindən bir oxşamadı. Mən Müslüməm, mənim gözüm yardadır. Biri Hüseyin, biri Ələmdardadır. Küfəliler evlərində yatıbdılar. Mənim amma iki balam heç bilmirəm orada. Vay Müslümüm, yaraların bağlayanı olmadı. Öldü şehri Küfe'de ağlayanı olmadı. Hem özün şehidinediler, hem iki balasın Haris elə məzluman öldü. Bir cümlədə inşallah balalarından oxuyum. Hər kimin nə acəti var, nə niyyəti var alsın nəzərə. Birbirimizi dua ediyoruz. Üzlərin dolandılar. Haris öldürmə bizi. Gel bizi öldürme Haris, Halik-i Yekidaya bak. Müslüm'ün balalardı, İbrahim ile Muhammed. Gel bizi öldürme Haris, Halik-i Yekidaya bak. Ya peygamberden utan ya Hazreti Zehra'ya bak. Dediler Haris, melun bizi öldürmekle apar. İbn Ziyad'a tehvil ver ama gördüler, zalimin gözü dönür. Erzı kıldılar, onda icaze verirken namaz kılar. Körpe balalar eyleştiler, namazdan sonra iki rüket namaz kıldılar. Ellerin kaldırdılar duaya, erzı kıldılar. Hudavenda bize yoktur fena. Bu sitemger öz evinde olmadı midigan. Edl ile hükmeyle mehşerde özün dol, özün ol dadıha. Bizde sen bu eşki çeşmeler zeşi ezaya bak. Bu melun gördü bu balalar ellerin kaldırıp Allah'a dua edir. Deyir Allah, deyirler Allah. Öz ədaletindən səndə mühakimə eyləyərsən. Bunu eşidəndə elə qəzəbləndi. Kəlməyi nifrin eşidək vermədi Haris ama. Başların cezdi suya attı, su rengi oldu. O yetim balaların, o atasız balaların başım bedeninden eyledi. Birbirinden ayrı düşmüş, düşsün koymadı habire bak. Birbirinden ayrı düşsün, koymadı habire bak. Sen mehabbet zerresinde gülreti deryaya bak. O başsız bedenler yattı Ferhat'ın çayına.
Elə bil ki su içində bu başsız bədənlər qol boyun oldular. Eyvah Esselamu aleyke ya Eba Abdillah. Esselamu aleyke ya Aziz Zehra. İlahi and verirəm səni Hazreti Müslüm aleyhisselamın o məzlumana can verən anına. And verirəm səni Hazreti Müslümün balalarının məzlumiyyətinə. Bu əzadarlığı, bu gözyaşın, eləcə də tamam hacətlərimizi, niyyətlərimizi bizlərdən qəbul elə. Söylə Hüseynə ey səba, Kərbəlaya gəlməsin. Söylə Hüseynə ey səba, Kərbəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, Dərd-ü bəlaya gəlməsin. Dərd-ü bəlaya gəlməsin. Söylə Hüseynə ey səba, Kərbəlaya gəlməsin. Söylə Hüseynə ey səba, Kərbəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, Dərd-ü bəlaya gəlməsin. Dərd-ü bəlaya gəlməsin. Söylə ginən gətirməsin, Küfiyə nazlı əkbəri. Zülm ilə qanına batar, Türrəyi müşk o əmbəri. Gəlsə salar müsibətə, Cümlə əyali Heydəri. Zibhi əzim üçün bugün, Kuh-i binaya gəlməsin. Söylə Hüseynə ey səba, Kərbəlaya gəlməsin. Söylə Hüseynə ey səba, Kərbəlaya gəlməsin. Gəlsə düşər bu dəştidə, Dərd-ü bəlaya gəlməsin. Dərd-ü bəlaya gəlməsin. Söylə gətirmə Qasimi, Qatili eləyir şitan. Gəlsə olur yəqin onun, Qan ilə əlləri xizab. Gözləyir ki şimridun, Din evin eyləsin xərab. Rəhm eyləsin o Zeynəbi,
Günü qaraya gəlməsin, günü qaraya gəlməsin. Gəlməyə yoxdur fürsətim, qan ilə namə yazmışam. Gəlsən əgər tökər qanım, zülm ilə firqeyi zülam. Qardaşımın iki qolum, gəlməz salar bu əhli Şam. Bacılarım baş açmasın, dərsli bəlaya gəlməsin, Kərbəlaya gəlməsin. Söylə Hüseynə ey Səba, Kərbəlaya gəlməsin. Söylə Hüseynə ey Səba, Kərbəlaya gəlməsin. Gəlsə düşər bu dəştidən, dərd-ü bəlaya gəlməsin, dərd-ü bəlaya gəlməsin. Yetsə əgər xəbər sənə, öldü bu Müslimi əqil, İbn-i Ziyad-ı Nəşimi, gerçi edibdi çox zəlil. Qüslu hənut olmadı, oldu qənarədə gətir. İstəmirəm əyalimi, qoyma əzaya gəlməsin, qoyma əzaya gəlməsin. Fatimə oğluna Səba, ged belə eylə şərhi hayal. Kufiyə gəlmə Kufənin, şəhrin alıb ғəm o məlayal. Bir də əmoğluma denə, ta məni eyləsin helal. Müslümü öldürürlə ol, dad o fəqanə gəlməsin, Kərbəlaya gəlməsin, Kərbəlaya gəlməsin. Darül-İmarədən çıxıb ərşə fəqan o şibənim, bilmədim heç nə nəhvilə, döndü xəzanə gülşənim. Başına nə gəlib qalıb, harda iki balam mənim. Başı olar tək heç kimin, dərd-ü bəlaya gəlməsin. Söylə onun anasına, başına qara bağlasın. İki baladan ayrılıb, ah-ı cahanı dağlasın. Səy eləsin Xədicədən, söylə ki gizlin ağlasın. Qəm tozu ta üzara ol, Mahiliqaya gəlməsin, Kərbəlaya gəlməsin. Fatimənin kənizi bu, qissəni eyləsən tamam. Bir-birə dəydi mərduzən, şurə gəlibdi xas o ayam.
Nuh eder buna tevan, ruzu şeb ağlayır müdam. Tapmasa bir dere nicat, dar begaya gelmesin. Kerbü belaya gelmesin. Gərq oldu qanə küfədən Müslüm ilahi. Dövrün alıp birden o gün küfrün sipahi. Yalğız qalıbdı rəhm eyləyən yox. Qürbət vilayət yara vuran çox. Məzlum Hüseyin can, məzlum Hüseyin can, məzlum Hüseyin can, məzlum Hüseyin can. Seyfi beni Haşim ələ şəmşirin aldı. Her kim gəlibdir zənginə torpağa saldı. Sərkərdələr görcək onu heyrətdə qaldı. Yalqız qalıbdı rəhm eyləyən yox. Cəngə gələnlər torpağa fori yıxıldı. Tüm pəhləvanlar gördülər səfdən çıxıldı. Əbbası birdən səslədi, qəlbi sıxıldı. Əbbası birdən səslədi, qəlbi sıxıldı. Yalqız qalıbdı rəhm eyləyən yox. Məzlum Hüseyin can, məzlum Hüseyin can. Sağdan vurur xəncər gələn, soldan vurur daş. Nə rəhm edən var bir nəfər, nə yar o yoldaş. Nə var yanında yavəri, nə bircə qardaş. Yalqız qalıbdır bir nəfər meydan içində. Gözlər dolubdur qan ilə üdvan içində. Tufana düşmüş kəştisi, tufana düşmüş kəştisi əlqan içində. Tufana düşmüş kəştisi əlqan içində. Müslüm gəmi ağlatdı ya Rəbb bu cəhanı. Axır kəməndə saldılar ol mehribanı. Çox yarə dəydi yarələrdən axdı qanı. Yalqız qalıbdı rəhm eyləyən yox. Yalqız qalıbdı rəhm eyləyən yox. Yaz Həzrəti Müslüm qəmin Zakir qan ağlar. Məzlum olubdur küfədə yadında saxlan. Ruzi şəhadətdir başa bir qarə bağla. Məzlum Hüseyin can, məzlum Hüseyin can,
Məzlum Hüseyn can, məzlum Hüseyn can, məzlum Hüseyn can, məzlum Hüseyn can. Cami eşqündən mən xoşam ey Mevlam, sənlə aləmdə dil xoşam ey cana. Cami eşqündən mən xoşam ey Mevlam, sənlə aləmdə dil xoşam ey cana. Sənə dil bəsliyəm, sənə vabəsliyəm ya Hüseyn. Məndən əl səndən ətək, qoyma Mola məni tək, çırpınar sənlə ürək ya Mola. Kim yəmi qəmdə qalır, qapıva daldalanır, hacətin səndən alır ya Mola. Ya Hüseyn ya Mola, ya Hüseyn ya Mola, ya Hüseyn ya Mola, ya Mola. Ya Hüseyn ya Mola, ya Hüseyn ya Mola, ya Hüseyn ya Mola, ya Mola. Tofidən qəbrün Müslüm o tərsadi, səri qoyunda gör necə qoğadi. Tofidən qəbrün Müslüm o tərsadi, səri qoyunda gör necə qoğadi. Hamı divanədir, hamı pərvanədir ya Hüseyn. Mən o şeşcun şəhərəm, mən o sultan-ı kərəm, eşq və didətərəm ya Mola. Sayıvi başımə sal, bu sınan könlümü al, nikətin sübh-u vüsal ya Mola. Mən o şeşcun şəhərəm, mən o sultan-ı kərəm, eşq və didətərəm ya Mola. Sayıvi başımə sal, bu sınan könlümü al, nikəti sübh-u vüsal ya Mola. Ya Hüseyn ya Mola, ya Hüseyn ya Mola, ya Hüseyn ya Mola, ya Mola. Ya Hüseyn ya Mola, ya Hüseyn ya Mola, ya Hüseyn ya Mola, ya Mola. Ya Hüseyn ya Mola. Ömrümün sürətilə keçdi müfəssəl gecəsi, heyf ola olmadı itaətlə mücəlləl gecəsi. Səni and verirəm Əkbər canına ya Mola, bizi tək qoymayasan qəbrin əvvəl gecəsi.